Demək bir ildir bütün gündəlik geyimlərimi bax buradan geyinirəm. Amma axır ki mən vaxt tapıbdım, burada özüm də gəldim. Həmişə seçirdim, Nəzrin xanım sağ olsun göndərirdi. Qızlar, o qədər gözəl geyimlər var ki. Bu mənim ən sevdiyim rubашkadır, çünki yay qış hər şeylə gedir. Çox gözəl yeni kolleksiyalar alıblar. Mənə kombin hazırlayır. Bəli, sən mən istəyən adamsan, canım mənim. Bu şalvar hər yerdə bitmişdi. Bundan axtara qalmışdım. Çünki bardovu sumkamlar kombinləyə bilmirdim. Axır ki Nəzrində tapdım. Sonra yeni kolleksiyadan, bax bunu mən göstərirəm. Gəlib həmən nə qalıb geyinməyin. Çünki klipə geyinəcəm. Amma alın, amma paylaşmayın da. Belə bir dəst hazırlayırıq. Bir sözlə çox gözəl kombinlər hazırlayacaq. İndi bir geyinib sizə göstərəcəm, çəkəcəm. Nə deyirsən Nəzrin? Qəşəng qaldı. Elə, məncə də. Hə, bu bizim birinci kombinimiz. Bunlar hamısı bu arada tək-tək də ala bilərsiniz. Bunun kəməri hara atdım? Nəysə, bunun kəməri də var, amma böyük ehtimal mən bunu belə geyinəcəm, kəmərsiz geyinəcəm. Çox gözəl deyilmi qızlar? Bu qədər gözəl geyimlər var. Pencəyin gözəlliyinə baxın. Şalvara bax. Çox qəşəngdir. Bu bizim birinci dəstimiz. Bu bizim ikinci dəstimiz. Bunlar da tək-tək də dəst deyil bu arada. Şalvarın gözəlliyi əsl yay materialıdır. Birincisi belə sürüşən materialdır. Mənim ən sevdiyim materialdır. İkincisi bunu bir dəfə ütülüyorsunuz, bir də qırışmır. Yəni ondan narahat olmayın. Əsl yay material dedim niyə? Çünki tərlətməyən materialdır. Sərin saxlayan materialdır. Çox qəşəngdir amma. Elə bilim mən öpürəm. Kim öpsün nə zaten? Qızlar, gözəlliyinə baxın. Çox gözəl deyilmi? Mən çox bəyəndim. Məncə də çox gözəl geyimlər var, hə? Hə, məncə də. Çox qəşəng. Cins olmağına baxmayın, çox qalın deyil ha. Yəni əsl bu havalar üçündür. Yəni belə çox gözəl materialı var. Mənim çox sevdiyim sport şalvar və biz onu belə bir kofta ilə kombinlədik. Krasovka ilə geyinmək üçün baldır, möhtəşəmdir. Həm də qalın deyil, tərlədən material deyil. Bunu çoxdan axtarırdım. Bordo sumkamdan axır ki kombin tapdım. Çox qəşəngdir, çox gözəldir. Bu şalvarı neçə vaxt axtarırdım mən. Və yeni gələn şalvarlar, tişört və bu pencək. Bu pencək çox tarzdır axı. Çox gözəl pencəkdir. Nə istəsəz kombinləyə bilərsiniz. Biz indi testerəsik belə kombinlədik. Amma şalvarın materialını çox bəyəndim. Çünki yayda bilirsiniz cins şalvar geyinmək biraz çətin olur, isti olur deyə. Amma bu tərlədən cinslərdən deyil. Çünki qalın cins deyil. Amma bunu çox bəyəndim. Bir də tişörtümüz materialı o qədər gözəldir ki. Məncə bir gəlib hamısını geyinib baxmalısınız özünüzdə. Bu arada qızlar, burada belə premium class çantalar da var. Çox gözəl çantalar da var. İstəsəniz, əgər premium class çantalar sevirsinizsə, gəlib ala bilərsiniz. Bir də, bu mənə burada kombin hazırlayır hələ. Görün, görün, baxın, görün, nə gözəldilər. Bir də burada belə açkilər də var və premium class kəmərlər də mövcuddur. Qızlar, yeni kolleksiya şalvara baxın. Kəməri falan çox gözəldir. Materialı möhtəşəmdir əsas. Nasıl? İyi. Güzel. Buradakı hər şey güzel. Amma zarafat sizdəki mallar çox qəşəngdir. Zövqlü şeylər gətirirsiniz çünki. Siz. Hayır. Bir də burada bu gözəldir bu. O qədər gözəldir, o qədər şirindir. Canım Nəzrinim. Nə deyir? Qızlar, necədir? Biz çox bəyəndik. Çox wow. Məncə də. Tişörtlə yubka maraqlı kombin oldu məncə. Nəzrin xanımın kombinidir bu. Bunu krasovka ilə geyinə bilərəm Nəzrin. Hə? Çünki tişört tax üstü. Hə, elə də geyinmək olar, belə də geyinmək olar. Gözəl. Da. Yox, bu Nəzrin staylı oldu. Amma sən mən çəkmədin də, neçə var, yaxşı. Demək bir ildir bütün gündəlik geyimlərimi
Bax buradan geyinirəm. Amma axır ki mən vaxt tapıbdım, burada özüm də gəldim. Həmişə seçirdim, Nəzrin xanım sağ olsun göndərirdi. Qızlar, o qədər gözəl geyimlər var ki. Bu mənim ən sevdiyim rubaşkadır, çünki yay qış hər şeylə gedir. Çox gözəl yeni kolleksiyalar alıblar. Mənə kombin hazırlayır. Bəli, sən mən istəyən adamsan, canım mənim. Bu şalvar hər yerdə bitmişdi. Bundan axtara qalmışdım. Çünki barda bu sumkamlar kombinləyə bilmirdim. Axır ki Nəzrində tapdım. Sonra yeni kolleksiyadan, bax bunu mən göstərirəm. Gəlib həmən nə qalıb geyinməyin. Çünki klipə geyinəcəm. Amma alın, amma paylaşmayın da. Belə bir dəst hazırlayırıq. Bir sözlə çox gözəl kombinlər hazırlayacaq. İndi bir geyinib sizə göstərəcəm, çəkəcəm. Nə deyirsən Nəzrin? Qəşəng qaldı. Elə, məncə də. Hə, bu bizim birinci kombinimiz. Bunlar hamısı bu arada tək-tək də ala bilərsiniz. Bunun kəməri hara atdım? Nəsə, bunun kəməri də var, amma böyük ehtimal mən bunu belə geyinəcəm, kəmərsiz geyinəcəm. Çox gözəl deyilmi qızlar? O qədər gözəl geyimlər var. Pencəyin gözəlliyinə baxın. Şalvara bax. Çox qəşəngdir. Bu bizim birinci dəstimiz. Bu bizim ikinci dəstimiz. Bunlar da tək-tək də dəst deyil bu arada. Şalvarın gözəlliyi əsl yay materialıdır. Birincisi belə sürüşən materialdır. Mənim ən sevdiyim materialdır. İkincisi bunu bir dəfə ütülüyorsunuz, bir də qırışmır. Yəni ondan narahat olmayın. Əsl yay material dedim niyə? Çünki tərlətməyən materialdır. Sərin saxlayan materialdır. Çox qəşəngdir amma. Elə bilim mən öpürəm. Kim öpsün nə zaten? Qızlar, gözəlliyinə baxın. Çox gözəl deyilmi? Mən çox bəyəndim. Məncə də çox gözəl geyimlər var, hə? Hə, məncə də. Çox qəşəngdir. Cins olmağına baxmayın, çox qalın deyil ha. Yəni əsl bu havalar üçündür. Yəni belə çox gözəl materialı var. Mənim çox sevdiyim sport şalvar və biz onu belə bir kofta ilə kombinlədik. Krasovka ilə geyinmək üçün baldır, möhtəşəmdir. Həm də qalın deyil, tərlədən material deyil. Bunu çoxdan axtarırdım. Bordo sumkamdan axır ki kombin tapdım. Çox qəşəngdir, çox gözəldir. Bu şalvarı neçə vaxt axtarırdım. Və yeni gələn şalvarlar, tişört və bu pencək. Bu pencək çox tarzdır axı. Çox gözəl pencəkdir. Nə istəsəz kombinləyə bilərsiniz. Biz indi testerəsik belə kombinlədik. Amma şalvarın materialını çox bəyəndim. Çünki yayda bilirsiniz cins şalvar geyinmək biraz çətin olur, isti olur deyə. Amma bu təllədən cinslərdən deyil. Çünki qalın cins deyil. Amma bunu çox bəyəndim. Bir də tişörtümüz materialı o qədər gözəldir ki. Məncə bir gəlib hamısını geyinib baxmalısınız özünüzdə. Bu arada qızlar, burada belə premium class çantalar da var. Çox gözəl çantalar da var. İstəsəniz, əgər premium class çantalar sevirsinizsə, gəlib ala bilərsiniz. Bir də, bu mənə burada kombin hazırlayır hələ. Görün, görün, baxın, görün nə gözəldilər. Bir də burada belə açkilər də var və premium class kəmərlər də mövcuddur. Qızlar, yeni kolleksiya şalvara baxın. Kəməri falan çox gözəldir. Materialı möhtəşəmdir əsas. Nasıl? İyi. Güzel. Buradakı hər şey gözəl. Amma zarafat sizdəki mallar çox qəşəngdir. Zövqlü şeylər gətirirsiniz çünki. Siz. Hayır, bir də burada bu gözəldir bu. O qədər gözəldir, o qədər şirindir. Canım Nəzrinim. Nə deyir? Qızlar, necədir? Biz çox bəyəndik. Çox wow. Məncə də. Tişörtlə yubka maraqlı kombin oldu məncə. Nəzrin xanımın kombinidir bu. Bunu krasovka ilə geyinə bilərəm Nəzrin. Hə? Çünki tişört tax üstü. Hə, elə də geyinmək olar, belə də geyinmək olar. Gözəl. Da. Yox, bu Nəzrin staylı oldu. Amma sən mən çəkmədin də, neçə vaxt yaxşı.